Güya gözdən pərdə astılar. Məktəb direktorunun səsi yayıldı. Vəssalam məktəbdən çıxartdılar. Siz kimi anladırsınız? Siz kimi ələ salmışsınız? Bütün məktəblər belə deyə, bütün məktəblər. Gərək mütləq səs yayılsın. Hara baxır? Hər rayonda şöbələr var da. Elm və Təhsil Nazirliyinin şöbələri var, təhsil idarələri var. Elə bütün günü kabinetdə oturmaqla məşğulsuz. Nəyinə məşğulsuz? İşinizin adına da bir baxın, görün də bu məktəblərdə. Bunların hamısı faktdır da. Amma bir müəllimi çıxartdıq, əvvəssalam sosial şəbəkələrdə sakitçiliyi çöktü. Bundan sonra səs yayılmayacaq mı? Elə gözəl yayılacaq. Hər birdəki bir şey var. Məktəb direktorunun yanına gedəndə icazə vermirlər telefonu içəri salasa. Niyə? Çünki orada rüşvətxorluq haqqı hesab söhbəti gedir. Ona görə də qoymurlar məktəb direktorunun yanına. Bütün məktəblərdə son zəng üçün pullar yığılır. Bütün məktəblərdə. Elə ailə var ki, bugün o uşağı üçün 250 manat son zəng pulu verə bilmir. Axı bu mümkün deyil. 450 manat aylıq evinə gələn bir valideyn 250 manat uşağının son zənginə necə pul verməli? Elm Təhsil Nazirliyinə buradan ünvanlanıram. Bütün məktəblərin 11-ci siniflərində 250 manat, 300 manat pul yığılır. Nə yaxşı bir məktəb direktorunun səsi yayıldı, dərhal işdən çıxartdınız. Yerdə qalan yüzlərlə məktəbin direktoruna nə vaxt baxacaqsınız? Nə vaxt bir mənalı şəkildə Elm və Təhsil Naziri Emin Əmrullayev yumruğunu vuracaq stola, deyəcək məktəbi bazara çevirməyin. Bu sizə haqq vermir. Tələb eləyəsiniz ki, ay qızım, niyə pul vermirsən? Çünki ay qızımın evindəki ay qızıma pul vermir də, ay müəllimə, ay direktor. Bunu anlamaq çoxmu çətindir? Siz şagirdləri bir-birinin yanında nə qədər aşağılayacaqsınız, nə qədər alçaldacaqsınız? Bizə görə mən tədbir eləməyəcəyəm. Axı bu ixtiyarı məktəb direktoruna, ümumiyyətlə haransa direktoruna heç kim vermir ki, siz bu şəkildə 11-ci sinif məzununu aşağılayasınız.